Salam əziz qardaşlarımız, analarımız, bacılarımız, müsəlman qardaş bacılarımız. Gəncə şəhərindəyik inşallah ki, Gəncə şəhərində, Sebirci qəsəbəsində konumumuz da daxildir. Bu cürünə bir şəraitdə 3 aylıq Mehdi balamız qalır. İnşallah ki, yəqin qoymarıq bizim balamız bu şəraitdə qala. Kərbəlayi cəmiyyətimiz şəraiti çəkək. Bu cür şəraitdə, bu gözəl, adı gözəl, özü gözəl 3 aylıq körpəmiz qalır bu cür şəraitdə. Yəni inşallah Allaha xatir. İnşallah ki, dəstək olaq, həm birlik olaq Allahın izni ilə. Qoymayaq bu balamız bu cür vəziyyətdə qalsın. Ev soyuqdur, uşaq acdır, uşağın biraz səhhətində problemlər var. Ona görə uşağın problemlərinə bağlı dəstək lazımdır. Dərmanlarına, müalicələrinə, həkim pullarına. İnşallah ki, gəlin dəstək olağın, gözəl balamızdır. Bir dənə Mehdi balamızdır. Ailədə xəstə adamlar var, işləyə bilmirlər. Ailə ibadət əhlidir inşallah, anası ibadət əhlidir. Allah sizləri var eləsin inşallah. Yəqin ki, Gəncə şəhərində ziyarət eləmək istəyən qardaş bacılarımız da Gəncədə Sebirci qəsəbəsində ziyarət eləyə bilərlər. İnşallah gəlin, birlik olaq, bir olaq, görüb keçməyək. Bu balamızı ac qoymayaq. Allah xatir, Allah ruzi verəndir. Allah hər birinizin ruzisini versin. Allah bizlərə verir və bizlər də ehtiyac olanlara verməliyik inşallah. Allah salamat eləsin.